Dünya çempionatında su fasiləsi var ha. Bəli. Fox televiziyası o su fasiləsinə görə reklamlardan həmin vaxtı televizorda göstərmirlər də futbolçular necə su içir. Reklamlar göstərirlər tamaşaçılara və ona görə bilirsiniz nə qədər pul qazanır? 250 milyon dollar. Ümumiyyətlə bu su fasiləsi futbolu biraz da voleybola oxşadıb da. Nə pisdir ki, futbolçu da həqiqətən də su içməyə, yəni yeri var da onun da. Yəni daha isti qitələrdə də olub da bundan öncə futbollar, dünya çempionatları hatırladım gedir, amma belə bir şey olmayıb. Düzəməlli su da içmirlər. Fikir vermirsən, suyu alır ağzına, ağzını yaxalayır və təzədən qazonun üstünə. Otu suluyurlar. Mən ümumiyyətlə uşaqlıqdan su fasiləsinin əleyhinə olmuşam. Çünki biz məhəllədə futbol oynayanda su fasiləsi nə deməkdir? Qaç yuxarı evə bir dənə su iç gəl də. Mən evə qalxdımsa mənə daha buraxmırdılar. Həmişə su fasiləsi. Vay o gündəndəki topu olan adam gedərdi, gəlməzdi. Bizimki yemək fasiləsi deyib. Yemək fasiləsi olsaydı futbolda da. Bit keçirək yeyə gəlirik.